Əziz müsəlmanlar, əziz qardaşlar, hamımıza məlumdur ki, biz Məhərrəm ayındayıq. Məhərrəm ayında Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bizə xəbər verib ki, Aşura günü olur, yəni 10-cu günü, adından da göründüyü kimi. Həmin günün haqqında, həmin gün hansı ki Allah Resulü sallallahu aleyhi ve sellem oruç tutmaq haqqında xəbər verib ki, həmin gün orucu bir il keçmiş günahlar üçün kəfarədir. Bununla bağlı bir neçə məsələni xatırlatmaq istəyirəm. Yəni bu orucla bağlı. Deməli, elm əhli arasında geniş şəkildə, geniş formada ixtilaflı bir məsələdir bu məsələ. Bunların hamısını cəm edəndə bir yerə görürük ki, elm əhli rahimehumullah deyiblər ki, bu günləri, yəni Aşura gününü, 10-cu günü tutmaqla bağlı yəni bir neçə rəylər var. Onlardan 4 rəy, hansı ki zikr edəcəm inşallah. Birinci rəy odur ki, 9'u, 10'u, 11'i, 9'u, 10'u, 11'i. İkinci rəy odur ki, 9'u, 10'u, əfsəl olan budur, 9'u, 10'u. Bir də var 10'u, 11'i, bir də nədir? Tək 10'u günü. Yəni kim nə cür istəyərsə, nə cür rahat olarsa, o cür nə etsin. Sonra bu günlərlə bağlı başqa bir məsələ. Bəzən görürük ki, Aşura günü, yəni 6-cı günü ilə nədir? Üst-üstə düşür. Əgər Aşura günü 6-cı günə düşərsə, biz necə edək? Oruç tutaqmı, yoxsa tutmayaqmı? Məlumdur ki, bu elm əhli arasında ixtilaflı bir məsələdir. Allah daha doğrusunu bilir. Yəni, əksər alimlərin, əksər fuqahaların, rahimehumullah, Allah hamısına rəhmət etsin, hamısının, belə deyək də, ittifaq etdiyi bir məsələdir. Əksəriyyətinin ittifaq etdiyi məsələdir ki, əgər Aşura günü 6-cı günə düşərsə, o günü oruç tutmaq olar. Düzdür, bunun əksini deyənlər də var. Yəni, tutmamağı deyənlər də var. Allah hamısına rəhmət etsin. Madam ki, bu məsələ ixtilaflı məsələdirsə, elm əhli arasında, bu məsələ və digər məsələlər, biz onların rəylərinə hörmət edirik. Onların rəyləri, fikirləri başımız üstə, gözlərimiz üstə. Amma ki, Allah daha doğrusunu bilir. Yəni, haqqa daha yaxın odur ki, yəni 6-cı günə düşərsə, o zaman nədir? İcazəlidir ki, Aşura günündə oruç tutulsun. Hətta kimsə tək tutmaq istəsə bu cür etsin. Amma ən əfsəl odur ki, biraz öncə dediyim kimi 9'u və 10'u tutsun. Sonra başqa bir məsələ, deyək ki, bu məsələ ixtilaflı məsələdir. Madam ki, bu cür nədirsə, kimsə birdən tutmazsa, buraya götürüb tutmasa, hansı ki alimlərdən bəziləri var ki, onlar o günü istərsə Aşura olsun, istərsə Arafa olsun, icazəli görmürlər. Kimsə bunu götürüb tutmazsa, o tutan adama deməsin ki, sən niyə görə tutmursan? Və yaxud tutan adam da tutmayana deməsin ki, niyə görə tutmursan? Bu məsələlərə görə nədir? Yaxşı olmaz. Yəni mənzər olaraq kənarında yaxşı görsənməz ki, hansısa iki nəfər, bir müsəlman başqa bir müsəlman desin ki, niyə görə oruç tutdun və yaxud